bəlkə də 10 dəfə deyim artıb. Niyə artıb? Yuxarı tərəfdə Samuqda bəzi qüvvələr yaranıb, Samuq rayonuna balıqçılıq sektorundan gələn icra hakimi var. Yəqin ki, müəllim orada o qaydaları gözəl bilir. Tez bir zamanda həll edərlər orada o problemləri. Samuq rayonunda brakonyerlik 3-4 dəfə artıb bu 2 ildə. Və əsas məsələ may ayının 1-nə qədər hələ ki sənaye balıqçılığına, yəni dənizdə qadağa yoxdur. Xəzər dənizində qadağa yoxdur. May ayının 1-dən Xəzər dənizində də sentyabr 1-nə qədər qadağandır. Hərçənd bu qadağaların heç bir xeyri yoxdur. Əsas qadağalar olmalıdır fevral, mart, aprel ayı. Yəni bu idman və həvəskar balıqçılığı, sənaye balıqçılığına isə olmalıdır mart ayından olsun iyul ayına qədər. Yəni bəzi balıqlar var ki, onların populyasiyası süni olmalıdır. Nərə balığıdır, qızıl balığıdır, fareldə Xəzərin qızıl balığıdır. Bunlara görə bunlar qadağanı tətbiq edirlər may ayından Xəzərdə. Amma əslində artıq siz o balıqları 30 ildir bu qadağaları düzgün tətbiq etmədiyinizə görə və balıqların miqrasiya yollarını satdığınıza görə həmin miqrasiya yollarına, məsəl üçün Şaqaydır, Şirvan kanaldır, ora kvota almaq dənizin altından 5000 manat rüşvətdir, 5000 manat kvotadır, bölünür də orada bir neçə nəfərə. Yəni 5000 bölünmür, elə 5000 manat ancaq kvota alırlar oranın ağzında, o Şaqayda, bəzi yerlərdə, indi mən onun hamısını dəqiq deyə bilmərəm, amma bu yerlər dəqiqdir. Bu illər ərzində balığın artırılması əsas cənub zonasına düşür populyasiya yerləri. Onu da 30 ildir Sovet dağılandan sonra Ekologiya Nazirliyi və Ekologiya Nazirliyindən qabaqki biri var, yekə danışır, rüşvətxor belə gəldi, rüşvətxor elə getdi. O balıq naziri, bax onlar vaxtında satmasaydılar həmin o populyasiya yollarını, ora qurulan o katyolları, vintləri, o yerləri satmasaydılar, bu günlərə 90% balığın kökü kəsilməzdi. Bu qədər qısa danışdım ki, həvəskar və idman balıqçılar hələ ki narahat olmasınlar, may ayının 1-nə qədər hələ ki heç bir qadağa yoxdur. Bu qədər.